Buna görə də 90-cı illərin uşaqları real dünyanın sonuncu nəslidir. Biz internet, telefonlar və sosial şəbəkələr olmadan yaşayan son nəsilik. Bizim dünyamız gerçək idi. Dizlərimiz cızıq-cızıq, küçə oyunları, kasetlər və həyat davaları ilə dolu idi. Evə getmək vaxtının çatdığını mesajla yox, ananın pəncərədən səsləməsi ilə bilirdik. Televizorda və ya video kasetlərdə nə göstərilirdisə, onu izləyirdik. Sonsuz seçim yox idi. Hər şeydən oyun uydururduq və heç vaxt darıxmırdıq. Bir-birimizi layık etmirdik, yazmırdıq. Sadəcə qapını döyür və açılmasını gözləyirdik. Keçirdiyimiz məclislər canlı idi və böyük pul tələb etmirdi. Kafeyə getmək bayram kimi idi. Şirniyyat isə qeyri-adi bir şey sayılırdı. Şəkillərimiz bugünkü Instagramda paylaşılanlardan çox uzaq idi. Biz elektron cihazsız əylənirdik və xoşbəxt olurduq. Psixoloji sağlamlıq sadəcə bizə ağlama deyirdi.